Assalamu aleykum əziz müsəlmanlar. Deməli, keçən dərsi biz kitabdan 9-cu dərsi bitirdik və bu günləri inşallah 10-cu dərsimizə başlayacaq. Lakin həmişəkindən fərqli olaraq bu günləri biz mətn oxuyub tərcümə edərək yox, ilk əvvəl bu dərsin mövzusu olan şəxs əvəzliklərini keçəcəyik. Demək, müəllif gördüyünüz, ekranda gördüyünüz bu şəxs əvəzliklərini tələbəyə zamanla bir neçə dərsə keçir və sonunda, yəni artıq bir neçə dərsdən sonra bunu cədvəl şəklində yox, hamısını tələbəyə verir. Mən illərlə bu dərsi tələbələrə bu şəkildə keçirəm ki, əvvəlcə cədvəl əzbərlətdirilir və daha sonra bunu kitabda, mətndə tətbiq edirik. Və həmçində bu cədvəl əzbərləndikdən sonra insanın beynində bir ümumi xəritə formalaşır, hansı şəxs hardadır və həmçində bu şəxslərə uyğun feil, deməli, feilin keçmiş zamanı, indiki zamanı, həmçinin bu şəxslərə uyğun yiyəlik hal şəkilçisi və s. bir çox mövzular məhz bu cədvəlin üzərində bina olduğu üçün mən əvvəlcə bu cədvəli el arasında necə deyirlər, su kimi tələbələrə əzbərlətdirirəm. Əvvəlcə bunu tələbə su kimi bilməlidir ki, digər mövzular da onun üçün asanlaşsın. Odur ki, mövzunu uzatmadan birbaşa keçək bunun bu cədvəlin izahına. Demək, əgər burada biz ortadan bir xətt çəksək, məsələn, belə bir xətt çəkək ortadan. Bax, bu qırmızı xəttdən sağ tərəfdəkilər kişi cinsinə aiddir və sol tərəfdəkilər isə qadın cinsinə aiddir. Həmçinin də deməli, birinci şəxs var, ikinci şəxs var və üçüncü şəxs var. Birinci şəxs, deməli, ənə və nəhnu yerində də həmən o xanaların da yerində tərcüməsini burada yazmışam. Eyni cədvəlin bizim dilimizə tərcüməsi. Ənə mən deməkdir, nəhnu biz deməkdir. Sonra ikinci şəxsdə müraciət olunan şəxslər dayanır və buna da müxatab deyirlər. Yeri gəlmişdən birinci şəxsə mütəkəllim, yəni kəlam kəsən, danışan deməkdir. İkinci müxatabdır, bu bütün bu ikinci sırada olanların. Bunlar əntə, sən, kişi cinsində, əntumə, siz ikiniz, əntum, siz. Həmçinin də üçüncü şəxsdə qaib, yəni qeybdə olan, yəni müraciət olunmayan şəxsə qaib deyirlər ərəb dilində. Bu da huva, o, humə, o ikisi, hum, onlar. Bəli, bizim dilimizdən fərqli olaraq iki şəxsə ərəb dilində ikilik kimi müraciət edirlər. Ona görə burada tək, ikilik və cəm deyə qruplaşma olur. Bunu yaza bilərsiniz özünüz. Tək, ikilik və həmçində cəm. Eyni bu cədvəlin eynisidir, qadın cinsi üçün də keçərlidir. Yəni, ənə və nəhnu buradakı kimi kişi cinsində kimidir, mən və biz. Qadın cinsi az şəkildə fərqlənir. Burada əntədir, sən, burada isə ənti, sən deməkdir. Sonra əntumə hər ikisində eynidir, gördüyünüz kimi. Əntumnə qadın cinsində, əntumda isə əntum isə kişi cinsində siz deməkdir. Və sonuncu qaibə, yəni müraciət olunmayan, qeybdə olan şəxs, yəni yanımızda olmayan, qeybdə olanda yəni o nəzərdə tutulmur, qeybdədir. Yəni müraciət olunmayan, haqqında danışılan şəxs qaibə deyilir qadın cinsi üçün. Qaib kişi cinsi, qaibə qadın cinsi. Hiyə, o, humə, o ikisi, yəni necə kişi cinsində, eyni qadın cinsində də. Hum kişidə idi, hum nə isə qadın cinsində onlar deməkdir. Bu cədvəli əzbərləmək metodu necədir? Yuxarıdan başlayaraq bu şəkildə əzbərləyirsiniz. Huva, humə, hum, hiyə, humə, hunnə, əntə, əntumə, əntum, ənti, əntumə, əntunnə, ənə və nəhnu. Buradakılar da eynidir, bunu təkrar eləməsəz də olar. Məhz cədvəli bu şəkildə əzbərləyin, çünki bunun gələcəkdə, irəlidəki dərslərdə faydasını görəcəksiniz. Bəzi tələbələrə bunu deyirəm, dediyim halda yenə də öz bildiklərini edib bu şəkildə əzbərlər. Əvvəlcə kişi cinsini əzbərlər, üstdəkilər gedir, sonra alt, sonra bu tərəf əzbərlər, ən aşağıdakıları. Qətiyyən bu şəkildə əzbərləməyin.
Yəni bunun bir faydası var deyən sizdən belə bölüşürəm və ardıcıllığı məhz mən dediyim şəkildə əzbərləyin. Huva, huma, hum, hiyə, huma, hunnə, əntə, əntumə, əntum, ənti, əntumə, əntunnə, ənə və nəhnu. Bəli, bu cədvəli mütləq əzbərləyin. İnşallah irəlidəki dərslərdə də bunun böyük faydasını görəcəksiniz. Mövzunu uzatmadan birbaşa keçək mətnimizə və heç olmasa mətnimizin də yarısını ən azından oxumağa çalışaq. Demək, burada bu mətndə çox sözlər var. Ona görə ola bilsin yarısını oxuduq, yarısını da gələn dərs saxladıq. Demək, Əd-dərsul əşir 10-cu dərs. Həmid və Muhammed öz aralarında danışırlar. Dialoqdur. Mən əntə. Əntə sən deməkdir. Mən kim? Sən kimsən? Ənə talibun bil cəmiəti. Mən universitetdə tələbəyəm və yaxud da universitet tələbəsiyəm. Əntə talibun cədidun. Sən yeni tələbəsənmi? Nəam, ənə talibun cədidun. Bəli, mən yeni tələbəyəm. Min əynə əntə. Sən haradansan? Ənə minəl hindi. Mən Hindistandanam. Mə ismukə və yaxud da məsmukə. Mə bilirik nə deməkdir? İsm ad deməkdir və yerdə qalır kə. Kə deməli nədir? Sözlərin sonuna qoşulduqda onun sənə məxsus olduğunu bildirir. Məsələn, götürək kitab. Kitab sözünü. Kitabun. Bunun sonuna kə şəkilçisini artırdıqda, kə əslində qalsa burada şəkilçi yox, demək şəxs əvəzliyidir. Olur kitabukə. Sənin kitabın. Sənin kitabın. Kə sən əntəyə aiddir. Ona görə istənilən bir sözün sonuna artırdıqda sənə məxsusdur. Məsələn, beytukə sənin evin. Qalamukə sənin qələmin. Dəftərukə sənin dəftərin və s. Məncə kifayət edir. İndi isə keçək mətnimizə. Mə ismukə və yaxud da məsmukə. Nədir? Ad və sən, sənin adın. Sənin adın nədir? İsmi Muhammedun. İsmi. İsm bilirik. İsm deməkdir. Sözün sonuna i artıranda olur mənim. Yəni mənə məxsusdur. Demək, bir çox sözlərin sonuna dilimizdə də hətta işlənir. Məsələn, deyirik ya Rabbi. Ya Rabbi deyirlər. Rabb sözündəndir. Rabb. Rabb deməkdir. Bizim dilimizdə Rabb. Sözün sonuna i artıranda Rabbi. Mənim Rəbbim deməkdir. Və yaxud da ummun, ana, sözün sonuna artırılıqda ummi. Mənim anam. Əx, qardaş, əxun. Sözün sonuna i artırdıqda olur əxi, mənim qardaşım. Və yaxud da iləh, iləh bildiyimiz kimi ilah deməkdir. İlah deməli ibadət olunan hər hansı bir şey ola bilər. İləhi olur mənim ilahım, mənim ibadət etdiyim, ilahlaşdırdığım bir varlıq. İləhi, mənim ilahım, ilahi. Bu da düşünürəm ki, aydın oldu. İsmi, mənim adım Muhammeddir. Muhammedun. Və mən hədəl fətəlləzi mə'əkə. Və kimdir? Bu fətən, cavan oğlan deməkdir. Bu cavan oğlan əlləzi, hansı ki, mə'ə birlikdə, bərabər deməkdir. Kə səninlə. Səninlə bərabərdir. Və səninlə bərabər olan bu cavan oğlan kimdir? Huvə zəmili. O, mənim deməli, qrup yoldaşımdır. Çünki söhbət universitetdən gedir. Əgər məktəbdə oxusaydılar, deyəcəkdik sinif yoldaşım. Məncə, bura qədər kifayət edir. Dərslərimizin məqsədi qısa keçməkdir ki, hər kəsə yorulmadan
münasib olsun baxmaq. Ona görə dərsin davamını inşallah gələn dərsi keçərik və tələbələrdən istədiyim şey məhz bu cədvəli də əzbərləməkləridir. Azınca göstərdiyim bu cədvəli əzbərləyin. Allah asanlaşdırsın. Əssəlamu aleykum və rəhmətullah.